Buraxılış imtahanı nömrə 19. Buyurun. 1 düzdür. 1 düzdür hamıda. 2 düzdür. İnanmaram. Gör nə deyir. İkinci sual. Radiusu R olan çevrəyə aid olan və aid olmayan nöqtələr verilmişdir. Uşaqlar, neçə nöqtə çevrəyə aiddir, neçəsi aid deyil? 4'e ait, 2 saat. Yok 5'i. Ümumi 8 nöqtə yoxdurmu? 8 nöqtənin ikisi çevrəyə aiddir, çevrənin üzərindədir. Qalan 6'sı aid deyil. Çevrəyə aid olan bax bundan budur. Paşla gedir. Qalanları çevrə üzərində deyil. Yaxşı mı? Sakit. İndi deyir ki, 2 nöqtə seçilibdir. Təsadüf seçilmiş 2 nöqtənin çevrənin mərkəzindən R-dən kiçik məsafədə yerləşməsi hadisəsi. R-dən kiçik məsafədə yerləşən neçə dənəsi də uşaqlar? 4 dənəsidir. Bu niyə qura bilmədi? Radiusdan kiçik məsafədə deyir. 4'ün 4'ə yazmalıydım. 4 dənəsi 4'ün 4'ə yazmalıyam. R-dən kiçik, bir də R-dən böyük. İndi biri tutaq ki, R-dən kiçikdir. Kiçikdir. İkisi də elə olmalıdır. İkisi də elə olmalıdır. Onda digəri 0 olacaq. İndi ehtimalını qururamsa. Nədir? Niyə ki? 2 dənə seçmişəm də. Bax, 8 dənəsindən ikisini götürmüşəm. Götürdüyümün ikisi də radiusdan kiçik məsafədə olsun. Yəni, bu 4 dənənin içərisindən seçiləcək. Məxrəc olacaq kombinezon 8-dən 2. Yuxarıda da nədən? 4-dən 2. Hesablasam. Yuxarısı 4 vur 3 bölünsün 2 vur 1. 6'ını verəcək. Aşağısı da 8 vur 7 bölünsün 2 vur 1. 28'i verəcək. 28. İkisini də 2'yə bölün. Cavabımız nə qaldı? 14'də 3. Yəni B variantı. Aydın oldu mu? Növbəti 3 düzdür. 4 düzdür. Ben 5'i orada sorudan geldim ama cevap 5-ci sual. 5-ci sual görək nədir? Deməli, 16, 2 üstü nədir? 2 üstü 4 olarak. 4'dür. 16'ını yazıram, 2 üstü 4. A üstü 5'i, A üstü 4 vur, A yazıram. B üstü 6'nı da B üstü 4 vurulsun, B kvadratı. İndi uşaqlar, 2 üstü 4'dən 4-cü dərəcədən 2 çıxır. A üstü 4'dən 4-cü dərəcədən modulda A çıxır. B üstü 4'dən 4-cü dərəcədən modulda B çıxır. Və qalır 4-cü dərəcədən A, B kvadratı. İndi qayıdıb baxıram ki, A necə ədəddir? Müsbət. B necə ədəddir? Mənfi. A müsbət ədəddirsə, özü çıxacaq. Yazıram 2 vurulsun A. B mənfi ədəddirsə, modulda B-dən çıxır əksi. Yəni mənfi B. Bunda mənfini də qarşıda yazmış olsam, 4-cü dərəcədən A, B kvadrat. İndi baxaq görək. Mənfi 2AB 4-cü dərəcədən A, B kvadratı. Varmı? Cavabımız oldu. D variantı. 6 düzdür aşağılar. Kamilin pulu məsələsi. 4-cü sual Kamilin puludur da. Bu ne sen 19'da. Biabır olasan səni. 6 düzdür. 7 düzdür. 8 düzdür. 6'ını səhv yazmışsan. Bir üçbucağın orta xətti paralel olduğu tərəfindən 4,4 cm kiçikdir. Çəkmişdim üçbucaq. İndi orta xəttində çəkmisənmi? Bunu da çəkmisən. Paralel olduğu tərəfdən 4,4 cm kiçikdir. Yəni bura x-dirsə, x olsun 4,4. İndi belə bir qaydamız var ki, üçbucağın oturacağı orta xəttinin 2 qatıdır. 2 dəfə çoxdur.
və yaxud orta xətti x çıxılsın 4,4 bərabərdir oturacağın yarısı. Aydındır? İndi vur 2-yə hər iki tərəfi. 2x çıxılsın 8,8 bərabərdir x. Buradan da x nə qədər alındı? 8,8. Oturacağa 8,8 yazdım. Onda orta xəttimiz 4,4 oldu. Nə istəyir? Üçbucağın bu tərəfi ilə orta xəttin uzunluqları cəmi. Yəni 8,8 ilə 4,4-ün toplamı. Cavabımız 13,2. Aydın oldu? Tamam. Davam edirik. 7 düzdürmü? 8 düzdürmü? 9. 9 nömrəli sualın qat-qat çətinlərini danışmışıq. Deyir, ABCD kvadratının B təpə nöqtəsindən kvadrat müstəvisinə B-in perpendikulyarı qaldırılmışdır. AB-ni veribdir 2 köşdə 3. Uşaqlar, söhbət kvadratdan getdiyinə görə AD də 2 köşdə 3. Bu halda BD-miz nə qədər olar? 2 kök altında 6 olar. Aydındır? B-mi də bizə 5 veriblər. MD-ni soruşur. Pifagor teoremi. Bax, Pifagor teoreminə görə 5-in kvadratı 25. Üstə gəl. 2 köşdə 6-nın kvadratı 24. Bərabər x kvadratı. X-in kvadratı 49 oldu. X-imiz də nə oldu? 7. Sadədirmi? Məncə çox sadədir. Sonra 10 düzdürmü? 10 düzdür. 11. 11-də cavab C-bəndidir. Sizin vərəqdə deyəsən bəzilərinizdə 2 gedib. 4-dür bu. Necə eləyirik? Gəlin yazaq uşaqlar. Yuxarıdan 2-ni çıxardıb aşağı ilə ixtisar eləsəm 3 gəl 4-i bölünsün i alınar. Düzdür? İndi yuxarını da aşağını da məxrəcin qoşmasına vurun. İ'nin qoşması nədir? Mənfi i. 3-ü mənfiyə vurdum. Mənfi 3-i. 4-ini mənfiyə vurdum. Mənfi 4-inin kvadratı. İ'ni mənfiyə vurdum. Mənfi kvadratı. Bunun məxrəci bizə 1-i verdi. Yuxarısı da oldu. Çünki i kvadrat mənfi 1-də uşaqlar. Qarşısında mənfi var. Müsbət 1 elədi. Mənfi 3-i. I kvadrat mənfi 1. Burada da mənfi var deyə. Üstə gəl 4. İndi mənfi 3i üstə gəl 4. Xoşa gələn yazılışdı mı? Bunun cəbri şəkli necə olurdu uşaqlar? Birinci həqiqi isə sonra xəyali isə gəlirdi. Yəni bunu yazmalısınız. 4 olsun 3i. Nə soruşur? Həqiqi hissəsini soruşur. Cavabımız oldu 4. C bəndi. Sonra 12. Düzdürmü? Kosinus hansı araqda qiyməti alır? Ay Əli. Bu sualı izah eləmişəm sizə. Kosinus hansı araqda qiyməti alır? Mənfi 1-dən 1. Onda belə çıxır ki, 4A yerləşməlidir mənfi 1-lə 1 arasında. Hamısında böl 4-ə. Cavabımız olacaq mənfi 4-də 1, A, 1 də müsbət 4-də 1, yəni C variantı. Sonra 12 idi bu. 13. Düzdürmü 13? 14 düzdürmü? Xeyr. Böyle şey yox. 14-ə baxaq. Deyir ki, oturacaqların uzunluqları 8 və 18 olan bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Bu çevrənin radiusunu tapın. Uşaqlar, belə bir dənə qaydamız var. Əgər trapesiyanın daxilinə çevrə çəkilibdirsə, bu zaman qarşı tərəflərin cəmləri bərabər olmalıdır. Belə bir dənə qaydamız var. İndi, bura 8-dir, bura 18-dir. Qarşı tərəflərin cəmləri 26 oldu mu? Bərabər yanlıdır deyə, yanlar da 13 qalmalıdır. 26-nın yarısı. İndi uşaqlar, buradan hündürlüyü çəkdim. Buradan da hündürlüyü çəkdim. Bura 8-dirsə, ortası da 8-dir. 18-in 8-i ortadadır, qıraqlara nə qalacaq? 5, 5 qalacaq. 13, 5-dirsə, hündürlük nə qədər olar? 12. İndi hündürlük 12-dirsə, radius R bərabərdir. Deməli, 12-nin yarısı cavabımız olacaq 6. Ya da uşaqlar, daxilinə çevrə çəkilibdirsə, belə bir dənə düsturumuz da var. Köşdə AB bölünsün 2.
Görmüsünüz də bu düsturu. 8 vur 18, 144. Köşdə 144-dən 12. 12-ni də 2-yə böldünüz. Yenə də cavabımız oldu 6. Amma birinci sol məncə daha yaxşıdır. Yəni, ona yazırsa adam özünü belə dahi riyaziyyatçı hesab edir. Deyir ki, gör mən nələri elədim. Davam eləyək. 15, 16, 15 var. 15-ci sual. Yarışda iştirak edən 20 idmançının yaşlarının ədədi ortası 15-dir. Uşaqlar, yarışda iştirak edənlərin yaşları cəmini bilmirəm. Amma bilirəm ki, 20 idmançı var. Onda x-i bölürəm 20-yə, bərabər edirəm 15-ə. X nəyə bərabər oldu? 300. Sonra deyir ki, yaşı 34 olan bir idmançı yarışı tərk etdi. 300-dən yaşı 34 olan idmançı getdi. Nə qədər qaldı uşaqlar? 266. Bəs neçə adam qaldı? 19 adam qaldı. Bildiniz də niyə? 20 nəfər idi. Bir nəfər gedirsə, yaşların cəmi də azalır, sayı da azalır. İndi, yaşların cəmi 266-dır və 19 adamdır. Bu zaman orta yaşı nə olar? 266 bölünsün 19. Bu da nə qədər eləyir? 14. Cavabımız oldu 14 nəfər. 14. Aydındır? Tamam. Növbəti. 16 düzdürmü? 17 düzdürmü? 17 düzdürmü? 18 düzdürmü? 18-də cavab bilmirəm. 14. Səhv çıxıb elə. Bilsən niyə səhv çıxıb? 18 hanı? Göstər geri. Xeyr. 12, 2 olmalıydı. Bax, görün Venn diaqramına. Venn diaqramı çəkdik. Bu olsun A, bu da olsun B. Deyir ki, NA bərabərdir 3MB. Yəni, mən bura X yazıramsa, onda NA nəyə bərabər olar? 3X-ə. Sonra A fərq B-ni 10 verib. A fərq B haradır? Bax, buradır. Yalnız A-ya daxil olan hissə 10-dur. A ilə B-nin kəsişməsi 2-dir. Orta isə 2 yazdım. İndi A-nın dairəsinə bax. A-nın dairəsində neçə element görünür? 12. 12 bərabərdir 3x yazıb. X-i nə eləməlisən? 4. Buradakı B də demək ki 4 elementi var imiş. Bu 4-ün ikisi kəsişmədədirsə, ikisi də yalnız B-yə düşəcək. İndi məndən istədiyi nədir? Bütün bunların birləşməsi. 10, 2, 2. Cavabımız oldu nə qədər? 14. 19. Düzdür 19. 20. Düzdür. 20 səhvdir deyirlər. Ermin suala baxaq uşaqlar. Deməli, üslü tənliklərdə və üslü bərabərçilərdə xülasırsızla üstündə belə toplama varsa, çıxma varsa, ilk öncə bunlardan azad olmalısınız. İndi, üstü toplamadırsa, demək ki, bu əvvəlcədən nə olubdur? Vurma. Nə zaman üstülər toplanır? Vuranda 4x vurulsun 4. Çıxılsın 16 vurulsun 2x. 20-ni də kesir bu üzə. Çıxılsın 20, kiçikdir 0. Böl 2 hamısını. 2 vurulsun 4x çıxılsın. 2-yə bölürəm. 8 vurulsun 2x çıxılsın 10. Niyə 2-yə böldüm ki? Bəlkə 4-ə bölərdim elə. 4-ə bölə ya uşaqlar. 4 daha rahat olur. 4x çıxılsın 4 vur 2x çıxılsın 5. Kiçikdir 0. İndi uşaqlar 200x-ə özümdən bir dənə t deyirəm. 200x-imiz əgər t-dirsə və t necədə olmalıdır? Müsbət. Gətirib yerinə qoysam, t-nin kvadrat çıxılsın 4t çıxılsın 5 kiçikdir 0. Vuruqlarını ayırdım. T çıx 5 ilə t üstə gəlinsin 1 kiçikdir 0. Mənfi 1, 5 aralığı olacaq. Mənfi 1 T, bir də 5. İndi, mənfi 1, 2x, bir də 5 yazıram. İndi, burada hansı natural həllər var? Hansı natural ədədlərdir bu şərti ödəyən?
1 ilə 2. Natural deyil axı. Müsbət tam, daha doğrusu. X-imiz ya 1-dir, ya da 2-dir. Bizdən də bunların cəmini istəyir. Cavabımız oldu 3. 2 üstü 3 neçə eləyər? Sənin dediyin o 1, 2, 3, 4 T-nin ala biləcək qiymətlərdir. Aydındır. Cavabımız oldu 3. Sonra 21. Düzdür 21? 22 düzdür mü? 22 düzdür. 23 düzdür. Neçədə? 21-də cavab nə idi? 8 idi deyəsən. Baxaq. Bəli. 4-dən çıx 7-ni 1 eləyəcəksən. M neçə tapılır buradan? 2. 2-ni də gətir yerinə qoy. 1, 24, 1, 32. 96. Cavab 96. Baxaq 21-ə uşaqlar. Deməli, 2 vurulsun, modulda x çıx 2, çıxılsın. Bunu vuruqlarına ayırsam. Modulda x çıx 2, bir də modulda x çıxılsın 3. Bərabərdir 0. Modulda x çıx 2-yə bölürəm hər birini. Amma bir şərtlə gərək x çıx 2 nə olsun? 0. Onda x-imiz 2. Yerində nə qaldı? 2 çıxılsın, modulda x çıx 3, bərabərdir 0. 2-dən nə çıxanda 0 qalar? 2-dən 2 çıxanda 0 qalar. İndi modulda x çıx 3 bərabər 2. Bunu necə həll edirlər? Bir dəfə 2 eləyirlər. Bir dəfə də mənfi 2 eləyirlər. Buradan x nəyə bərabər oldu? Buradan x nəyə bərabər oldu? 1. Şimdi məndən istəyir köklərinin cəmini. 1, 5, bir də 2. Topla, cavab oldu 8. Başa düşə bildik? Uşaqlar 22-də aydındırmı? 2m çıx 1 ilə 2m üstəgəl 1. Ardıcıl təkədətdirlər deyə. Əbobları 1-dir. Əbobunu 1 eləyib m-i tapdım 2. Sonra da gətirib m-ləri yerinə 2 qoyursunuz. 24 ilə 32. 24 ilə 32-nin əkobu necə tapılar? Nə çıxardaram hər ikisindən? 8-i. 8-i çıxardandan sonra qalacaq əkob 3 ilə 4. 3 ilə 4-ün əkobu 12. 8 vur 12-dən cavabımız oldu 96. 23-ə baxaq. 23. Deyir ki, qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Səid və Elmirin hər günün sonunda qalan sual saylarının günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Səid və Elmirin qalan sual sayları bərabər olar? Uşaqlar, birinci qrafik tutaq ki, Səidindir. Səidə fikir verin. Səid 2000 testi neçə günə yerinə yetirir? 20 günə. Onda günə neçə test? 100. İndi belə bir sual verim sizə. Bir gün sonra Səidin neçə testi qalar? 1900. 2 gün sonra 1800. 3 gün sonra 1700. Hər dəfəsində 100 azaldırsınız da. Onda Səid üçün bu tənliyi 2000 çıxılsın, 100 vurulsun, x yazmaq olarmı? Yəni, hər gün 100 azaldırsa, onda demək ki, 2000-dən çıxmaq lazımdır 100x-i. İndi uşaqlar, Elmir üçün danışaq, eyni məntiqlə. Elmir neçə testlə başlayıb? 1500. Neçə günə bitirər? 30. Demək ki, günə 50 test yerinə yetirir. Onda bunun tənliyi olar 1500 çıxılsın 50x. İndi biz istəyirik ki, bu ikisi bərabər olsun. Bərabər olması üçün bir-birinə bərabərləşdirəcəyik. 2000 çıxılsın 100x bərabərdir 1500 çıxılsın 50x. Sol sağ eləsəm 500 bərabər oldu 50x-ə. X-imiz də bərabər oldu 10 gün. Aydındır. Cavabımız oldu 10 gün. Elə funksiya elədim də. Bu birincisi y bərabərdir 2000 çıxılsın 100x-dir. İkincisi də y bərabərdir 1500 çıxılsın 50x. Sadəcə y yazmadım. Adlarını yazmışam da səhiflə elmiş. Sonra 24 yazılıb mı? Uşaqlar 24 çox sadə sualdır əslində. Bilmirəm niyə səhv yazmışsınız. Qulaq asın mənə. Deyir ki, A və B nöqtələrinin simmetrik olduğu nöqtə. Uşaqlar, iki nöqtə həmişə nəyə nəzərən simmetrikdir?
orta nöqtəsinə nəzərən. İndi 3 və 7-nin orta nöqtəsini deyin mənə. Nədir? 5-dir, bir də -4-dür. A və B-nin simmetrik olduğu nöqtə, yəni 5 ilə -4 nöqtəsi bu düz xəttin üzərində olarsa, A parametrinin ala biləcəyi qiyməti tapın. Gətir yerinə qoy. Yerinə qoy görüm. 15 üstə gəlsin 4A bərabərdir 31. 4A bərabər 16. A da oldu 4. Çatdı mı? Bu qədər sadə. Sadəcə nəyi bilməliyik? İki nöqtə həmişə nəyə nəzərən simmetrikdir? Orta nöqtəsinə nəzərən simmetrikdir. Davam edirik. 25. Baxın 25 uşaqlar. Gəlin baxın. Deyir ki, daxili hissəsinin radiusu 4, hündürlüyü 10 olan silindr formasında stəkanda 336 su var. Bir dənə silindr çəkirəm. Bir dənə silindr çəkirəm. Daxil hissəsinin radiusu da deyir ki, 4-dür. Hündürlük də 10-dur. Hündürlüyünə də 10 yazıram. İndi bunun daxilində də su var. Bax, bunun daxilində bura qədər tutaq ki, su ilə doludur. Həcmi nə qədərdir deyir uşaqlar? 336-dır. Onda suyun həcmi bərabərdir. Pi vurulsun. Pi'ni yerinə nə yazım? 3. R-in kvadratı vurulsun H. Ki, görün bu suyun hündürlüyü nə qədərdir? Nə qədər eləyər uşaqlar? 336 bərabərdir 48 vurulsun H. Onda buradan H nəyə bərabər olar? 7-yə. Demək ki, suyun hündürlüyü 7-dir. Bəs obş hündürlüyü nə qədərdir? 10. 10-un 7-si aşağıdadırsa, demək ki, bu boş hissəsinin hündürlüyü olacaq 3. Bir şey başa düşdünüz? Tamam.